Salam əziz dostlar. Bugün mənim yanımda meymun dostumuz var. Salam. O da mənimlə birlikdə sizə maraqlı bir nağıl oxuyacaq. Nağıllar aləmi diyarından sizə çox gözəl bir nağıl tapmışam. Nağılımızın adı 4 arzu. Başlayaq. Azad qış tətillər günündə Şamaxıya dayısıgilə getmişdi. Bütün gün uşaqlarla qartop oynayır, qaradamı düzəldir, xizəklə təpədən sürüşürdü. O yanaqları şaxtadan qızarmış şən halda qaçaraq atasına yaxınlaşdı. Ata, qış necə də gözəldir. Kaş həmişə qış olsaydı. Oğlum, öz arzunu dəftərçənə yazsaydın, yaxşı olardı deyə atası cavab verdi. Azad təəccüblənərək arzusunu dəftərçəyə yazdı. Bahar gəldi. Azadın arzusu ilə atası onu tətildə yenə dayısıgilə apardı. Azad bütün günü uşaqlarla yaşıl güllü çiçəkli çəmənlikdə kəpənəklərin dalınca qaçırdı. Uşaq sevincək halda öz hisslərini atası ilə bölüşdü. Mən istəyirəm ki, həmişə bahar olsun. Dəftəri cırıb tulladı. Atası onun arzusunu yenə dəftərçəyə yazdırdı. Azad yayda yenə ailəsi ilə Şamaxıya getmişdi. Bütün gün şenlənir, günəşin parlaq şüaları altında qızınır, istirahət edirdi. Bir gün o yenə atasına dedi: "Mən heç belə şənlənməmişdim. Doğrudan da yay fəsli lap gözəldir." Azadın bu arzusu da dəftərçəyə yazıldı. Payız gəldi. Azad payızın gözəlliklərini, təbiətin əlvan rənglərini görərək atasına dedi: "Payız ki fəsillərin ən gözəliymiş." Bu zaman atası dəftərçəni çıxarıb oğluna göstərdi. Azad gördü ki, o hər fəsil üçün eyni tərifləri sözlər demiş. Yəni dostlar, biz bu nağılımızda sizə demək istəyirik ki, burada 4 fəsil var. 4 fəsilin 4-ü də çox gözəldir və Azad da bunu bilərək bütün fəsilləri daha o gündən sonra hamısını sevməyə başladı. Yəni biz də bu fəsillərin hamısını sevməliyik. İndi isə abunə olmayı unutmayın. Əgər bəyənmişsənizsə, like da atın. Bəyənməmişsinizsə, heç nəyə atmaya da bilərsiniz.